E, WhatsApp-da da belə bir məsələ var. WhatsApp biraz Facebook'a WhatsApp biraz baxanda, çətin. hə? WhatsApp biraz çətin. İndi baxın, biraz kontroldan çəkirəm bunu belə. P-ni basıram. Bir dənə burada two point line aləti var. Bunu seçirəm. Biraz mailliyi çox götürəcəm. Mailli nədir? Bax bu nədir? Bu aşağı maillidir. Bir də var çox mailli. Bildiniz mən nə demək istəyirəm? Bax bu az Bəli. mailli deməkdir. Bu çox mailli deməkdir. Yəni mailli deyəndə başa düşəsiniz. Mən burada biraz çox mailli bir xətt çəkirəm içəridə. Elə bil bunun içindən çölə. Bir də buraxıram, bir də node yazılan hissədən buraya doğru. Biraz burada mailli biraz az edirəm də, burada çox, burada az. Yəni təxminən bu formada. Sonra bu ikisini seçirəm. Zaten bu two point line alətini seçəndə siz nodedən çəkəndə bu elə bir birləşdirir, bir dənə eləyir də. Özü avtomatik. Bu ikisini seçirəm. Baxın, burada create boundary adlı əmr var. Bu nədir? İki fiqurun sərhədindən belə deyək, yeni obyekt formalaşdırır. Bax, bunu vururam və bunu qırağa çəkirəm. Fikir verdiniz? Əmələ gəldi. Məsələn, biz bunu misal üçün bununla da eləyə bilərik. Prosta burada problem nədir? Welt-la eləsək, görürsünüz, burada xətt qalır. Görürsünüz? Bəli. Welt-la eləyəndə xətt qalır. Amma mən götürüb məsələndə bunun da ardını çəkib, misal üçün da Welt-la birləşdirsəydim, onda bu da ona bənzəyəcək. Amma yenə də görürsünüz, yenə də xətt qalır. Görürsünüz, alınmır da. Yəni Welt-la ona görə eləmirik də, bu arada xətt qalır. Neysə, ona görə create boundary ilə yaxşıdır ki, yəni o şey onların sərhədi ilə yeni bir obyekt yaradır. Daha sonra bunu kopyalayaq, plus düyməsini basaq və daha sonra mouse'un sol düyməsi və shift ilə bunu biraz içəriyə doğru neyinirəm? Bazalaşdırıram. Əslində bunu şeylə də eləmək olar, kontrol əmri ilə də. Neysə, elə ənənəvi bununla eləsək də bəs elə. İçini seçib yaşıl edirəm. Qırağını da biraz ağ yox, belə ağın biraz yaxın rəng var, yəni ağa yaxın krem rəngi edirəm də, belə deyək. Sağ konturları ümumiyyətlə yox eləyirəm. Elə bunu da konturunu yox eləyirəm. Bir dənə də mənə telefon işarəsi lazımdır. Onu baxın, normalda biz şəkillə də PowerClip insight eləyə bilərik. Məsələn, biz bunu Illustratorda öyrənmişdik də necə çəkmək olar. Bunu təkrarlayaq, telefon işarəsi. Bax, Illustratorda belə çəkmişdik. Kontroldan çəkirəm belə. Diqqətlə baxırsınız da. Bəli, baxıram, maraton. Belə dairə çəkmişdim. Sonra plusu basıram, kopyalayıram, bir dənə də kiçik dairə çəkirəm. Bu dairənin özünü neyinirəm? Kvadrant hissəsini yapışdırıram bunun böyüyünün kvadrant hissəsinə. Sonra plus düyməsini basıram. Bunun da yuxarı kvadrant hissəsini bu yuxarı kvadrata birləşdirdik. Yazığa gəlib belə bir şey eləmişdik. Birinci belə yerləşdirdim. Sonra bu üçünü seçirik. Üçünü də seçdim ha. Burada 45 dərəcə edirəm. Enter vururam, fırladıram. Sonra belə elədik. Sonra bunu eləyəndən sonra böyük dairəni seçib kopyalayıram və içəriyə doğru yenə shiftlə bunu elə aparıram ki, o kiçik dairələrin ortasına gəlib üstündə. Başa düşdünüz? Bəli. Kiçik dairələr var, kiçik dairələr. Yəni bu kiçik dairələrdir də, yəni bu gəlib hardasa bunun ortasına düşsün. Bu da tam ürəyim istədiyim kimi olmadı. Biraz şey eləyim. Aha, vəsə. Bunu da eləyəndən sonra bir dənə də poligon əlavə eləmişdik. 5 bucaqlı. Bax, bunu 5 bucaqlını seçəndən sonra bunu mütləq 5 eləməyi unutmayın. Bu mərkəzinə qoyuram. Bu mərkəzinə qoyandan sonra Ctrl Shift-i basıram, bir də mouse'un sol düyməsini basıram. Nəyə görə istəyirəm mərkəzdən çəksin də bunu. Başa düşürsünüz? Bunu da çəkirəm belə. Bunu da siz necə çəkirəm? Yəni elə çəkirəm ki, gəlsin bu poligon aşağı hissəsi gəlsin. Dairəyə dəysin də, yuxarıdan da belə dəysin. Yəni söhbət ortancıl dairədən gedir. Bundan sonra biz Illustratorda Shape Builder-la istifadə eləmişdik də. Shape Builder-la buradakı telefon işarəsini götürmüşdük. İndi burada Shape Builder yoxdur axı. Burada bunu virtual segment delete-lə eləyəcəyik. Necə?
Məsələn, bunun içini pozuram. Bunu da belə pozuram. Sonra bunu da görürsüz. Maraqlıdır. Başqa bir proqramda edilən şeyi başqasında eləmək. Yəni bu proqramlar arası fərqlidir də. Bax bu aranı silirəm. Sonra bax bu aşağını silirəm. Bax diqqətlə düzgün silmək lazımdır da. Sonra bunu da rahat bunları bir dəfəlik rahat götürürəm. Bunu da gördünüz, telefon işarəsi əmələ gəldi. Sonra bu telefon işarəsini də seçirəm. Birinci bunları seçim nə edirəm buradan birləşdirib verdim. Birləşdirəndən sonra bunu da yəqin ki 45 dərəcə olacaq. 45 eləyək. 45 yox, bunda 135 eləyək. 135. Sonra da gətirirəm bunun içinə nə edirəm, qoyuram da. Bunun düz mərkəzini istəmirəm qoyum. Çünki bunun içinə görə ağ rəng eləyə bilərik. Burada niyə bir dəqiqə baxın. Bunu center hissəsinə gətirib qoyanda nito görsənir. Başa düşürsüz? Və təxminən bu hissəyə qoyuram. Amma mən buna rəng vermək istəyəndə rəng verilməyəcək. Onda nə edirəm? Hələ ən yaxşısı Smart Fill, bəli. Smart Fill ilə vuraram bu üstünə, sonra da ağ rəng verərəm. Hətta yaxşı olar ki, təmiz iş görmək istəyirəmsə bunu qırağa çəkərəm. Bunu nə edirəm? Götürüb vəbşə rədd eləyərəm. Sonra da gətirib belə qoyaram belə. Bunu da konturunu yox eləyərəm yeri gəlmişkən. Hətta istəsəm biraz belə böyüdə də bilərəm, amma əslində qalsa heç ehtiyac da yoxdur. Təxmini qoyuram da, biraz oynamağa da vaxtım yoxdur. Videonun dəqiqəsi uzanmasın. Həm də vaxtımız da daha bitib də. Bildiniz də, ya da belə bir şey eləyək. Baxın, bu seçili olduğu halda bunun üstünə bir daha vuraq. C, bir də Y-ni basaq, hədə yaxşı oturmur da. Düz mərkəz eləyəndə o yaxşı oturmur. Ən azından C-yə edirəm. Sonra mouse'un sol düyməsi və shift düyməsi ilə biraz belə çəkirəm də. Aydındır. Sonra bunu da eləyəndən sonra heç nədə daha başqa bir şey qalmadı da məncə orada. Ben yazaq bura. Yoxsa bir şey qaldı, mən bəlkə fikrimdən çıxdı. WhatsApp blog. Hədə budur da elə. Burada da istərsiniz belə yazı da yaza bilərsiniz də WhatsApp. Deyə belə bir yazı. Bildiniz də bunun da qırağında bir dənə tekstul alətini vurub WhatsApp yaza bilərsiniz. Hətta burada app belə gedir deyəsən orijinalda. Yox, bunlar balacadır. Bunlar balacadır. Bunu da biraz nəhəng eləyirəm. İndi bunu nəhəng eləyəndən sonra burada bir məsələ var da. Baxın, mən bunu seçirəm. Yox, birinci bunu qruplaşdırım daha doğrusu. Bunu qruplaşdırıram. Sonra bunu seçirəm. Shift düyməsini basıb saxlayıb sonra bunu seçirəm. Sonra da nəyi basıram? E hərfini. Bildiniz nəyə görə? Yəni biri digərinə nəzərən şaquli formada ortada olsun da. Mesela T-nı basanda mən burada birinci deyəsən nəyi seçdim? Birinci bunu seçdim də. Mesela birinci mətni seçsəm, sonra bunu seçsəm, sonra T-ni basanda fikir verirsiniz. Birinci nəyi basırsınızsa, elə bir ikinci basılanı seçiləni nəzərən hərəkət edir də. Birinci bunu seçdim, fikir verirsiniz, bu getdi də. T eləyəndə yuxarı gedir, B eləyəndə aşağı, E eləyəndə ortaya gedir. Əslində bu Illustratorda da belədir. Illustratorda məsələn, Illustratorda necədir? İkisini seçirsiniz. Seçəndən tutaq ki, mən bunu seçirəm, bir də bunu seçirəm. Təzədən yenə bunun üstünə vuranda Illustrator bilir ki, buna nəzərən digəri tərpənəcək. Aydındır, onu təyin eləmək olur da. Yəni orada Illustratorda fərqi yoxdur. Bunu mən birinci seçim, yoxsa bunu seçim. Başa düşdünüz? Da ki, mən gəldim, telefonu seçdim. Sonra WhatsApp-ı seçirəm. Sonra istəyirəm ki, WhatsApp-a nəzər olsun. Gəlib təzədən yenə WhatsApp-ı seçirəm. Başa düşürsünüz? Amma CorelDRAW-da elə deyil. CorelDRAW-da birini seçib, sonra Shift-i basırsınız, ikincini seçirsiniz. Yəni ikinci hansı seçiləcəksə, ona nəzərən o hərəkət edir də. Aydındır. Orada CorelDRAW-da önəmlidir də neçənci seçilməsi. Amma Illustratorda elə deyil. Sonra bunu da option eləyərəm, qruplaşdıraram, P-ni basaram, hətta xoşuma gəlməsə, bunu albomla eləmək lazımdır.
Sığışsın deyənək. Biraz da bunu balacalaşdıralım belə. Aydındır. Aydındır. Görək başqa nə eləmək olar burada. İstəsiniz belə kvadrada da salıb elə bilərsiniz. Bax burada hətta biraz yazın, biraz da böyləsəydi daha yaxşı olardı. Biraz balaca elədik.